Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Rahman ve Rahim olan Allah'ın adıyla. Səbbihizmə Rabbikel a'la. Ya Peyğəmbər, ən uca olan Rəbbinin adını pak müqəddəs tutub şəhərində tarif et. Əlləzi xələqə fəssəvə. O Rəbbin ki, hər şeyi xəlq etdi və nizama saldı. Vəlləzi qəddərə fəhədə. O Rəbbin ki, hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini əzəldən müəyyən etdi və hamıya yol göstərdi. Vəlləzi əxrəcəl məərə. O Rəbbin ki, torpağı yarıb ondan yamyaşıl otlar çıxartdı. Fəccələhu səən əhva. Sonra da onu qara çöl qədərlərdi. Sənəqrüükə fələ tənsə. Ya Peyğəmbər, biz sənə Qur'anı oxudacaq və sən onu unutmayacaqsan. İlla ma şəəlləhu innəhu ya'lemul cəhrə və ma yaxfə. Yalnız Allah'ın dilediğinden hükmünü ləğv etdiyimiz bu və ya digər ayədən başqa şübhəsiz ki, o açıq əşşəri və də gizlini biləndir. Və niyəssurikə lil-yusrə. Biz sana ən asan olanı, İslam şəriətini müəssir etdik. Fəzzəkkir in nəfəti zikrə. Ya Peyğəmbər, əgər nəsihət etmək fayda versə, ümmətinə Quranla öyüd nəsihət et. Səyəzzəkru mən yaxşı. Allah'tan qorxan kimsə mütləq öyüd nəsihət qəbul edəcəkdir. Və yetəcənəbuhul əkşə. Bədbəxt kafir isə ondan öyüd nəsihətdən qaçacaqdır. Əlləzi yəslən-nārə kubra. O bədbəxt ki, ən böyük oda, cəhənnəm oduna girəcəkdir. Sümmə la yəmuti fihə və la yəhyə. Oradan öləcək, nə də yaşayacaqdır. Nə ölü kimi, nə də diri kimi diri olacaqdır. Qəd əfləhə mən təzəkkə. Günahlardan təmizlənən kimsə isə nicat tapacaqdır. Və zəkərəsmə Rabbihə fəsəllə. O kimsə ki, Rabbinin adını zikr edib namaz qılar. Bəl tusarrunəl həyətəd dünya. Lakin siz ey insanlar, dünyanı üstün tutursunuz. Vəl axirəti hayrun və əbqa. Halbuki axirət daha xeyli və daha baqidir. İnna hazə ləfis suhufil ula. Həqiqətən bu deyilənlər Qurandan əvvəlki kitablarda da mövcuddur. Suhufi İbrahimə və Musa. İbrahim və Musa'nın kitablarındadır.